Gəlin etiraf edək, biz həmişə düşünürük ki, son dərəcə məntiqli, hər addımını ölçüb biçən, tam rasional varlıqlarıq, düzdür? Yəni, klassik iqtisadiyyat da illərlə elə məhz belə düşünüb. İnsan güya həmişə öz xeyrinə ən mükəmməl, ən düzgün qərarı verir. Amma Nobel mükafatçısı Daniel Kahnemanın o məşhur Cəld və Yavaş Düşünmə kitabı var ha. Bax o kitab bu illüziyanı sanki bir şüşə kimi çilik-çilik edir. Bu möhtəşəm əsər psixologiyanın iqtisadiyyatın kəsişməsində dayanaraq bizə sübut edir ki, əslində reallıqda biz heç də düşündüyümüz qədər məntiqli deyilik. Hətta deyərdim ki, kifayət qədər irrasionalıq. Bu təhlilimizdə beynimizin o gizli qalmış dərinliklərinə çox maraqlı bir səyahət edəcəyik. Kahnemanın kəşflərindən irəli gələn ən can alıcı məqamları 4 əsas başlıqda cəmləşdirmişik. Birincisi, iki düşüncə sistemi. İkincisi, kognitiv yanılmalar və tələlər. Üçüncüsü, prospekt nəzəriyyəsi və itkilər. Və ən sonda, xatirələr və ikimənlik. Beyninizin sizi necə idarə etdiyini, bəzən isə necə asanlıqla aldatdığını görməyə hazırsınızsa, dərhal başlayırıq. Yeri gəlmişkən, bu cür dərin təhlillərin gəlməyə davam etməsi üçün elə indi kanala abunə olun ki, növbəti mövzuları qaçırmayasınız. Beləliklə, birinci hissə, iki düşüncə sistemi. Kahnemanın psixologiya dünyasını alt-üst edən ən böyük kəşfi nə oldu bilirsiniz? O tapdı ki, bizim düşüncəmiz heç də tək, yekpərə bir mexanizm deyil. Əslində beynimizdə bir-biri ilə dayanmadan rəqabət aparan iki fərqli əməliyyat sistemi var. Və inanın mənə, onlar heç yola getmirlər. Birinci sistem, gəlin ona sistem 1 deyək, bizim daxili avtopilotumuzdur. O, inanılmaz dərəcədə cəlddir, intuitivdir, sırf emosiyalarına işləyir. Heç bir güc sərf etmədən elə göz qırpımındaca qərar verir. 2+2-nin 4 olduğunu anında tapanda odur, yolda qəfildən maşının qarşısına nəsə çıxanda refleksdən tormozu basanda. Amma bir də sistem 2 var. Bax, o çox yavaşdır, düşüncəlidir, analitikdir. 17/24-ü hesablamaq lazımdırsa, o zaman ağır-ağır işə düşür. Amma burada böyük bir problem var. Sistem 2 dəhşətli dərəcədə tənbəldir. Həmişə enerjiyə qənaət etməyə çalışır və işi atır elə həmin o cəld sistem 1-in üstünə. Bax, elə buna görə də gün ərzində verdiyimiz qərarların bəlkə də 90%-ni məhz sistem 1, yəni avtopilot idarə edir. Reklamların bu qədər təsirli olmasının sirri də elə budur. Fikir vermisinizsə, reklamçılar o cəlbedici şriftlərlə, parlaq rənglərlə, duyğusal musiqilərlə birbaşa sizin cəld sistem 1-nizi hədəf alır. Sizin o yavaş, məntiqli sistem 2-niz yuxudan oyanıb, bir dəqiqə bu əşya mənə doğrudan da lazımdır, deyə düşünənə qədər avtopilot çoxdan sizi o alış-verişi etməyə inandırıb. Keçirik ikinci hissəyə. Kognitiv yanılmalar və tələlər. Bayaq dedik axı, sistem 1 sürətli olmaq üçün həmişə qısa yollar axtarır. Amma beynimizin bu qısa yolları çox vaxt mental proqramımızda ciddi qüsurlar, yəni kognitiv yanılmalar yaradır. Gəlin Kahnemanın o məşhur Linda problemi ilə beyninizi yüngülcə test edək. Təsəvvür edin, Linda 31 yaşındadır, subaydır, çox ağıllıdır, sözünü açıq deyəndir və tələbəlik illərində sosial ədalət, ayrı seçkilik kimi mövzularda çox fəal olub. İndi mənə deyin görüm, hansı ehtimal daha inandırıcıdır? Birinci, Linda sadəcə bir bank işçisidir, yoxsa ikinci, Linda həm bank işçisidir, həm də fəal feministdir. Sistem 1-niz dərhal ikinci varianta qaçdı, elə deyilmi? Mən sizə niyə yanıldığınızı izah etməzdən əvvəl videonu bəyənib öz təxmininizi şərhlərə yazın. Görək kimlər tələyə düşüb. Əslində, birinci variantın ehtimalı həmişə daha yüksəkdir. Çünki riyazi olaraq baxsaq, bütün feminist bank işçiləri zaten bank işçisidir, düzdür? Amma sistem 1 ehtimal qanunlarını filan saymır. O sadəcə eşitdiyi hekayənin nə qədər uyğun səsləndiyine aldanır. Təbii ki, beynimizin tələləri bununla bitmir. Məsələn, lövvər adlanan bir tələ var. Biz ilk eşitdiyimiz rəqəmə və ya məlumata o qədər bərk yapışırıq ki, sonraki bütün hesablamalarımız ancaq ona əsaslanır. Yaxud əlçatanlıq tələsini götürək. Bu tələ ehtimalları real statistika ilə deyil, hansısa hadisənin yaddaşımıza nə qədər tez gəlməsi ilə ölçür. Deyər ki, xəbərlərdə ard-arda təyyarə qəzası eşitmisiniz, dərhal uçmaqdan qorxmağa başlayırsınız. Halbuki statistiki olaraq avtomobil sürmək qat-qat təhlükəlidir. Sadəcə o təyyarə qəzası sistem 1 üçün daha əlçatan və yadda qalandır. Və bütün bunlar bizi Kahnemanın irəli sürdüyü ən təməl konseptlərdən birinə gətirib çıxarır, qısaca WSYIT, yəni nə görürsənsə o da var. Bəs bu nə anlama gəlir? Bizim beynimiz qərar verərkən o an əlində olan, ancaq gözünün qabağındakı çox məhdud məlumatları götürür və özünə tam əminliklə bir hekayə uydurur. Hekayənin arxa planında qalan, mürəkkəb, bilinməyən faktorları isə ümumiyyətlə yox sayır. Sanki onlar heç mövcud deyilmiş kimi davranır. Bunun ən qəşəng nümunəsi bu sualdır. Deyək ki, Kaliforniyaya köçmək sizi doğrudan da daha xoşbəxt edəcəkmi? Çoxumuz heç düşünmədən, əlbəttə oranın havası həmişə günəşlidir, deyirik. Kahneman buna fokus illüziyası deyir.
Zehnimiz o günəşli iqlim detalına o qədər şişirdilmiş dəyər verir ki, oradakı kosmik vergiləri, dəhşətli tıxacları və bahalı yaşayış xərclərini hesaba qatmağı tamamilə unudur. Tək bir detala fokuslanırıq və bütöv mənzərəni yanlış qiymətləndiririk. Keçək 3-cü hissəyə. Prospekt nəzəriyyəsi və itkilər. İndi isə işlər biraz da qəlizləşir. Bəs beynimizin bu xətaları, bu qısa yolları bizim pullarımızla, risklərimizlə, cüzdanımızla toqquşanda nə baş verir? Bax, prospekt nəzəriyyəsi tam da bunu izah edir. Və Kahnemana 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazandıranda məhz bu kəşfdir. Bu nəzəriyyə 10 illiklər boyu inandığımız o, insan hər zaman rasionaldır və ancaq ən çox gəliri axtarır əfsanəsini yerlə yeksan etdi. Kahneman sübut etdi ki, bizim maliyyə qərarlarımız kognitiv yanılmaların böyük qurbanı olur. Bunu sizə çox sadə bir misalla başa salım. Təsəvvür edin, küçə ilə gedirsiniz və yerdən 10 manat tapdınız. Özünüzü necə hiss edərsiniz? Təbii ki, əla. İndi isə tam əksini düşünün. Cibinizdən ya cüzdanınızdan 10 manat itirdiniz. Baxın, tədqiqatlar çox heyrətamiz bir reallığı ortaya qoyur. İnsanın 10 manat itirərkən yaşadığı o psixoloji acı, eyni 10 manatı taparkən hiss etdiyi sevincdən 2, hətta 3 dəfə daha güclüdür. Riyazi olaraq məbləğ tam eynidir, düzdür? Amma yox. Beynimiz itkidən qaçınmağa proqramlanıb. İtki bizə həmişə gəlirdən daha ağır gəlir. Bilirsiniz, bu sadəcə şəxsi bir problem deyil. Bütün müasir davranış iqtisadiyyatı və nəhəng biznes modelləri məhz bu prinsiplə işləyir. Psixologiyamızdakı o itirmək qorxusu bugün sığorta və bank sektorlarını ayaqda tutan ən böyük sütundur. Biz potensial olaraq daha çox pul qazanmaq əvəzinə, eləcə əlimləki getməsin deyə hər ay sığortaya pul ödeyirik. Çünki böyük şirkətlər sistem bilinməz bu qorxusunu, riskdən qaçan təbiətini çox yaxşı bilir və bundan istifadə edirlər. Kahnemanın özünün çox gözəl dediyi kimi, insanın beyni hər şeyi sadələşdirməyə meyillidir. Elə buna görə də biz mürəkkəb, darıxdırıcı statistikalar eşitməkdənsə, sadə bəsit hekayələrə inanmağı seçirik. Bəs niyə həddindən artıq özünə inamlı, hətta bəzən impulsiv liderlər ehtiyatlı, hər şeyi ölçüb biçən insanlardan daha çox tərəfdar toplaya bilir? Çünki əminlik insanı cəlb edir. Sistem 1 şübhəni zərrə qədər sevmir. O həmişə sadə və tam əmin olduğu hekayələrin arxasınca qaçır. 4-cü və son hissə. Xatirələr və ikimənlik. Beynimizin bu iki sisteminin yaratdığı xətalar sadəcə cüzdanımıza təsir etsəydi, nə var idi ki? Bu xətalar eyni zamanda bizim öz həyatımızı, nə dərəcədə xoşbəxt olduğumuzu, necə qiymətləndirməyimizə də birbaşa təsir edir. Və bu dəhşətli dərəcədə təəccüblüdür. Gəlin belə bir senari düşünək. Ailənizlə birlikdə şəhərdən kənara super bir piknikə getmisiniz. Gün boyu hər şey möhtəşəm olub. Hava əla, yeməklər ləzzətli, hamı gülür, əylənir. Ancaq günün sonuna yaxın, tam evə qayıdarkən maşının təkəri partlayır və siz düz bir saat yağışın altında o təkəri dəyişmək üçün əziyyət çəkirsiniz. Növbəti gün kimsə sizdən günün necə keçdi deyə soruşsa, çox güman ki, qaşlarınızı çatıb, bərbad gün idi deyəcəksiniz. Amma biraz dayanın. O gün doğrudanmı bərbad idi? Bu sualın cavabı iki mənlik arasındakı fərq də gizlənir. Sizin təcrübə edən mənliyiniz əslində günün 95%-ni sevinc içində yaşadı, hər andan ləzzət aldı. Ancaq xatırlayan mənlik vəziyyəti tamamilə öz xeyrinə manipulyasiya edir. O, müddəti unutma deyilən xətaya yol verir, sadəcə olaraq o sonuncu saatdakı acı və stresli hadisəyə fokuslanır. Saatlarla davam edən o qədər xoşbəxtliyi sanki yaddaşdan silir. O kiçik acı sonluq geriyə dönüb bütün günün pozitiv xatirəsini bir anda yox edir. Dostlar, əgər beyninizin bu qəribə mexanizmlərini kəşf etmək sizin üçün də mənim qədər maraqlı oldusa, bu təhlili elə indi bəyənməyi, paylaşmağı və fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Kahnemanın bu dərsləri göstərir ki, biz hər zaman şuurumuzu oyaq saxlamalıyıq. İndi isə sizi belə bir dərin sualla baş-başa buraxmaq istəyirəm. İndiki anın dadını çıxarmaq əvəzinə çox vaxt gələcəkdə yaxşı bir xatirə kimi yadda qalacaq şeylər etməyə çalışırıq. Bəs siz necə düşünürsünüz? Siz hazırda təcrübə edən mənliyiniz üçün yaşayırsınız, yoxsa xatırlayan mənliyiniz üçün? Düşünün, şərhlərdə isə müzakirə edək.